Danışır Mahaçqala, axşamınız xeyir olsun hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Zöhrə Musayeva, rejissor pultu arxasında Minna xanım Mamayeva. Dağıstan Hökumətinin sədri Abdusəməd Həmidov Dağıstan Dövlət Texniki Universitetinin yeni inzibati binasının açılış mərasimində iştirak edib. Bu, ali təhsil ocağının məzunu Həmidov, universitetin müəllim kollektivinin yüksək hazırlıq səviyyəsi müqabilində heç vaxt qeyri-səmərəli müəssisələr siyasına düşmədiyini vurğulayıb. Cari ildə təhsil sistemində, eləcə də vahid dövlət imtahanlarının keçirilməsi sistemində əsaslı dönüşə nail olunduğunu qeyd edib. O, Texniki Universitetin rektoru Tahir İsmailova bu təhsil ocağının müasir fəaliyyətinə və bütövlükdə Respublika naminə əməyinə görə təşəkkürünü bildirib. Tahir İsmailov inzibati binadan əlavə yaxın gələcəkdə hesablayıcı mərkəzin və elmi tədris laboratoriyalarının inşa olunacağını qeyd edib və Respublika rəhbərliyinə, Elm, Təhsil və Gənclər Siyasəti Nazirliyinə, eləcə də Dövlət Dumasının deputatlarına yeni korpusun inşasında yardıma görə təşəkkürünü izhar edib. Elm, Təhsil və Gənclər Siyasəti Nazirliyinin məlumatına əsasən 2014-cü ilin sonunadək Dağıstanda 1260 yerlik 11 məktəbə qədər təhsil müəssisəsinin inşası nəzərdə tutulur və bu məqsədlə federal və respublika büdcələrindən 613,2 milyon rubl vəsaitin ayrılacağı planlaşdırılır. İlk növbədə məktəbə qədər təhsil sisteminin zəif qurulduğu munisipal birliklər əhatə olunacaq. Xasavyurt və Mahaçqala şəhərlərində və 5 rayonda məktəbə qədər təhsillə əhatəni respublika üzrə orta göstəriciyə çatdırmaq tələb olunur. Elm və Təhsil Nazirliyinin məlumatına əsasən bunun üçün şəhərlərdə əlavə olaraq 9100, rayonlarda isə 13740 yerlik müəssisələr inşa olunmalıdır. Problemin həllinə 14 milyard 85 milyon rubl tələb olunur. Qeyd etmək yerinə düşər ki, respublikada 60 mindən çox 3 yaşından 70 yaşına dək uşaq məktəbəqədər təhsil müəssisələrinə növbədə durur. Uşaq bağçalarına elektron növbə sistemi fəaliyyətə başlayıb ki, valideynlər onlayn ərizə verərək xüsusi saytda öz növbələrini izləyə bilərlər. Ölkə hökuməti tərəfindən xüsusi meşə yanğınından müdafiə texnikasının əldə olunmasına nəzərdə tutulan subsidiyalar regionlar arasında bölüşdürülüb. Respublikanın Meşə Təsərrüfatı üzrə Komitəsindən verilən məlumata əsasən maliyyələşdirmə çərçivəsində cari il Dağıstana 1,45 milyon rubl subsidiya daxil olacaq. Bu vəsaitə Volqograd vilayətindən tırtıllı traktor əldə olunacaq. Hazırda 54 ədəd xüsusi maşına ehtiyac duyulduğu halda Respublika 21 aqregata malikdir. Qeyd edək ki, ölkə hökumətinin imzaladığı sənədə əsasən gələn ildə də Respublikaya traktor və buldozer əldə olunmasına 1,45 milyon rubl, 2016-cı ildə isə 4,1 milyon rubl vəsait subsidiya ayrılacaq. DAQ Energoset tərəfindən Dərbənddə fasiləsiz enerji təmini ilə bağlı tətbiq olunan işlər tamamlanmaq üzrədir. Ümumiyyətlə, cari il gedişində Dərbəndin 15 küçəsində artıq yararsız hala düşmüş elektrik şəbəkəsinin tam rekonstruksiyası nəzərdə tutulur. Bundan əlavə küçələri işıqlandıracaq müasir tipli fənər dirəkləri quraşdırılacaq. Bu, şəhərin 2000 illiyinin bayram edilməsinə energetiklərin töhfəsi kimi qiymətləndirilə bilər. Son vaxtlar Dağıstanın və qonşu Azərbaycanın kütləvi məlumat vasitələrində Dərbənd şəhərində sökülən Nizami Parkı ilə əlaqədar məlumatlar dərc olunur. Vesti AS saytının müxbiri Bəhram Batıyevin Dərbənd şəhər başçısının müavini Əzimovla telefon bağlantısı olub. Əzimov bildirib ki, Dərbənddə sökülən Nizami Parkı yenidən salınacaq, amma parkın salınacaq yeri bildirməyib. Qeyd edib ki, Nizami Parkındakı obyektlər idman kompleksinin tikintisinə maneəçilik törədir. Həmin obyektlərin sahibləri ilə hazırda danışıqlar aparılır.
Dağıstan Ukraynanın cənub-şərqində döyüş əməliyyatları zonasından gəlmiş daha 116 qaçqını qəbul edərək yerləşdirib. Onların yerləşdiyi təyyarəni Nazirlər Kabinetinin üzvləri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, həkimlər və məcburi köçkünlərin həyat şəraitini təmin edəcək digər mütəxəssislərin daxil olduğu qrup qəbul edib. Həkimlər onlara ilk yardım göstərmiş, könüllülər isə sərnişinlərin yükünü avtobuslara yerləşdirməkdə kömək göstərib. Məcburi köçkünləri Ləzzət sanatoriyasında yerləşdirmişlər. Ailələr üçün ayrılıqda otaqlar hazırlanıb. Tibbi və psixoloji xidmətlə təminat, hüquq mühafizə orqanları əməkdaşlarının növbə çəkməsi kimi məsələlər nizamlanıb. Yemək, ilkin tələbat malları ilə təminat məsələləri də öz həllini tapıb. Respublikaya daha 150 qaçqın dünən axşam daxil olub. Respublikada Dağıstanın bütün yaşayış məntəqələri başlığı altında 1,6 mindən çox yaşayış məntəqəsinin tarixi barədə məlumat daxil edilmiş kitab buraxılıb. 740 səhifəlik kitaba Dağlar Diyarının mədəni tarixi abidələri və turizm imkanları, xalqların həyatı, mədəniyyəti, ənənələrini təsvir edən 2000-ə yaxın foto və materiallar daxildir. Kitabın müəllifi və tərtibatçısı jurnalist Nasir Litso Qafqaza, Şimali Qafqaz Regional İctimai Siyasi jurnalının və eyni adlı nəşriyyat evinin baş redaktoru Sabir Nur Məhəmmədovdur. Siz xəbərlər buraxılışını dinləyirdiniz.